Nazirlər Kabinetinin qabağı bir 20 dənə kamera var. Yolda xətlənib. Polis də təbii ki, xəttin tələbini, işarənin tələbini tələb edir. Pozanları yığıb bir-bir cəzalandırır. Söhbət nədən gedir? Buradan yol qalxır və qırıq-qırıq xət qoyublar. Qırıq-qırıq xət. Qırıq-qırıq xət nədir? Onu kəsə bilərsən. Sağından sola, soldan sağa kəsə bilərsən. Və təbii ki, maşınlar kəsir, gedib orada çıxır qarşı zolağa. Qarşı zolağa çıxanda təbii ki, cəzalanır. Hamısı. Bu nədir? Deməli, aynanın çəkdiyi xəttidə yəqin ki, çəkir, pozur, düzəldir, yaddan çıxır nəsə və cəmaat buna görə cərimə ödəyir. Bu xət necə olmalıdır? Bu xət olmalıdır. Hərəkət istiqaməti üzrə sağ tərəfi tovaq xət, o biri tərəfi isə qırıq-qırıq xət. Yəni yuxarıdan gələnlər üçün qırıq-qırıq xət, aşağıdan çıxanlar üçün tovaq xət olmalıdır ki, adamlar bilsin ki, bu zolaqdan kənara çıxmaq olmaz. Yuxarıdan gələnlər isə o xətti kəsib aşağı istiqamətə hərəkət edə bilsinlər. Yəni buradakı bu xət yox, o birisi xəttin sağından bir dənə tovaq xət getməlidir. Tovaq xət getməlidir ki, bu palasanın içərisindən, bu zolağın içərisindən gedən sürücü sola çıxmasın. Belə də sürücülər çaşdırılır, paçka-paçka da orada cərimələnirlər. Sağ ol ayna, sağ ol, üzün ağ olsun.